Amerika Birleşmiş Ştatları prezidenti Donald Trump, Kanada ve Meksika'dan ithal edilen məhsullara 25%lik gömrük rüsumunun bugündən qüvvəyə mindiyini beyan edib. O, həmin ölkələri Birləşmiş Ştatlara ölümcül fentanil narkotik vasitəsinin axınında ittiham edərək, tariflərdən qaçmaq üçün heç bir şanslarının qalmadığını deyib. Kanadanın cavab addımı özünü çox gözlətməyib. Baş nazir Justin Trudeau Birləşmiş Ştatlardan malların ithxalına 25% rüsum tətbiq edildiyini bildirib. Sadə Kanadalılar isə Trumpın qərarının ağılsızlıq olduğunu düşünürlər. Bu açığı bir növ dəlilikdir. Hər iki ölkə bir-birindən çox şey alır. Biz imza atdıq ki, güya biz tərəfdaşıq. Bu çox məyus edicidir, həm də məntiqsizdir. Meksikalılar da Amerika Birləşmiş Ştatları prezidentinin tarif qərarından məyusdular. Birləşmiş Ştatlar bizim rəqs etməli olduğumuz qaydaları və ritmi müəyyən edir. Neçə dəfə xəbərlərdə görmüşük ki, prezidentimiz artıq razılaşma və dialoq olduğunu deyir. Sonra cənab Trump çıxıb bunun doğru olmadığını bildirir və qaydaları dəyişir. Biz fərqli oynamalıyıq. Meksika prezidenti Claudia Sheinbaum isə ehtiyat planlarının olduğunu bildirib. Bununla belə təfərrüatları açıqlamayıb. Ağ Ev rəhbərinin rüsum qərarı maliyyə bazarlarında qarşılığa sürükləyib. Trumpın açıqlamasından sonra Meksika pesosu və Kanada dolları ucuzlaşıb. Birləşmiş Ştatlar prezidenti təkcə qonşuları ilə kifayətlənməyib. Çini də unutmayan Trump bu ölkədən malların ithxalına 10%lik tarif elan edib. O, Çini də Amerika Birləşmiş Ştatlarına fentanil axınının qarşısını almaq üçün tədbir görməməkdə günahlandırıb. Pekin öz növbəsində Vaşinqtona operativ şəkildə cavab verib. Çin, Amerika Birləşmiş Ştatlarının bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarına ithal rüsumlarının 10-15% artırıldığını açıqlayıb. Beləliklə, dünyanın iki aparıcı iqtisadiyyatı tam miqyaslı ticarət müharibəsinə bir addımda yaxınlaşıb. Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, bizim müvafiq narahatlıqlarımızı həll etmək üçün Çinlə bərabər tərəfli və hörmət əsasında danışıqlar aparmalıdır. Yox, əgər Birləşmiş Ştatların gizli niyyətləri varsa, tarif təzyiqi, ticarət müharibəsi və ya hər hansı digər müharibə aparmağa davam edərsə, Çin tərəfi onlara qarşı sona qədər mübarizə aparacaq. Asiya maliyyə bazarları da Trumpın qərarına reaksiyasız qalmayıb. Belə ki, Çindəki səhmlər Amerika Birləşmiş Ştatlarının Çin ithxalına tətbiq etdiyi yeni tariflərin qüvvəyə minməsi ilə ucuzlaşıb. Ekspertlər tariflərlə bağlı qərarın heç bir tərəfə fayda verməyəcəyi qənaətindədir. Trump gözlənildiyi kimi bugündən Kanada və Meksikaya 25%, Çinə isə əlavə 10% rüsum tətbiq edib. Və bu təkcə qeyd olunduğu kimi 4 ölkə arasında deyil, bütün dünyada ticarətin pozulmasına səbəb olacaq. Bazar mənfi reaksiya verdi. Düşünürəm ki, Trumpın qərarından ən ağır zərbəni Kanada və Meksika alacaq. Ümumilikdə isə bu vəziyyətdən heç kim heç nə qazanmır. Qeyd edək ki, Donald Trump ötən həftə Avropa İttifaqından ithal olunan bir sıra mallara da 25%lik gömrük rüsumu tətbiq etmişdi.